Amerikadan hər kəsə salam. Amerikada oxuyan tələbələrə pulsuz MacBook, iPad verirlər. Deməli, hal-hazırda gördüyünüz yer Amerikada mənim oxuduğum universitetin kampus ərazisidir və artıq mən 1 ildən çoxdur ki, universitetdən iPad və MacBook götürmüşəm istifadə üçün, təhsilim üçün və bu tamamilə ödənişsizdir. Amma təəssüf ki, MacBook'un vaxtı gəlib, MacBook'u istəyən başqa bir tələbə var. Gedirəm indi MacBook'u təhvil verəm, onun da yerinə başqa bir yeni notebook götürəcəm. Gedirəm indi sizə prosesi göstərim necə olur. Getdik. Hi, how are you? So I do have a MacBook which is due I guess today, and I guess would like to hand it to you, and if possible to get another laptop. Deməli, MacBook indi təhvil verdim, amma hal-hazırda təəssüf ki, əllərində başqa mənə verə biləcəkləri notebook yox idi. Ona görə bu gün ayın 25-idir, 5 gün sonra, yəni ayın 30-una mənim üçün başqa bir notebook rezerv elədilər və 5 gündən sonra da gəlib onu götürəcəm. Gedək indi 5 gün sonra yaparım. Notebook'u rezerv eləməyimin üstündən artıq 5 gün keçib və indi gəlmişəm notebook'u götürməyə. Gedək indi görək necə notebook verəcəklər. Getdik. Hi, good morning. How are you? Thank you so much. I do have a laptop on hold under my name. I was going to pick it up today. Would you like me to type my name? Go for it. What's your name? It's Rafiq Hasanov. How long do you need? Ideally until the end of semester. I can only do it for the month. Okay, perfect. And then at the end of the rental period, just come back to me. Probably. Okay, perfect. Thank you so much. All right, thank you so much. Thank you. You have a wonderful day. Thank you. Gördüyünüz kimi laptopu götürdüm. Bir aylıq verdilər və bir ayın tamamında da gəlib uzada bilərəm. Hətta kanikullar ərzində belə özümdə saxlaya bilərəm bu notebooku. Öz şəxsi istifadəm üçün də qala bilər. Belə, yəni heç bir də ödənişi yoxdur. Hamısı universitetin təhsil haqqısının daxilindədir. Belə, sağ olun.